Dərvişin yolu bir dərviş olur və dərviş deyir: mən bütün hər dərvişi gəzəcəm və gəzdiyim, gördüyüm yerləri və bildiyim hər şeyi hamıya deyəcəm və hamının da bir bilgisi olsun. Hamıya bir xeyrim olsun deyir və dərviş bu dediyi işe başlayır və hər tərəfi gəzməyə başlayır və bir gün bir yolda gedəndə iki adam görür və o iki adam yol davası edir. O bir adam deyir: yox, birinci mən gəlmişəm. Sən niyə getməlisən? Mən keçməliyəm birinci. Və dərviş bu sözləri eşidəndən sonra o adamların yanına gəlib deyir: nə olubdur burada? Adamlar deyir: mən birinci gəlmişəm və mənim yolu keçməmə qoymur. Və o bir adam deyir: yox, birinci mən gəlmişəm. Ona görə də mən keçməliyəm. Dərviş, sən bilərsən, yolu hansımız keçməliyik? Ay dostlar, sizə bir sözüm var. Yol o boyda yoldur. Yəni sən keçsən nə itirəcəksən, ya da o keçsə nə itirəcək. Ya da nə qazanacaqsınız, yəni kim keçsə fərq eləmir yoldan kim keçir. Əvvəl-axırı keçin gedin də nə olacaq? Yəni birinci sən keçdin, o keçdi. Buna görə bir-birinizin ürəyini qırmağa dəyərmi? Dəymez. Boş yerdə vaxt keçirirsiniz. Yol mənimdir, yol sənindir. Yol hamınındır. Buradan hamı keçib gedibdir. Dərviş adamlara deyir: sizə bir sözüm var. İndi bu yoldan 100 il əvvəl ya da 200 il əvvəl keçən adamı görmüsünüz və yaxud bu yolda dayanıb yol mənimdir deyib keçməyən, heç an getməyən adamı görmüsünüz? Adamlar deyir: yox, dərviş, elə adam var ki, bayaqdan sizə demək istədiyim odur ki, bu yol burada qalacaq, amma siz gedəcəksiniz də, keçəcəksiniz də. Yəni yol burada qalacaq, yol heç yana gedən deyil. O yol eyni böyüklükdə və hamını keçə biləcəyi qədər böyükdür yəni. Siz niyə görə o boyda yolun üstündə yol davası edirsiniz? Nə fərq edir? Yəni sən keçdin, o keçdi. Əvvəl-axırı keçin gedin də. Nə olacaq? Boş yer vaxt itirsiniz. Dərviş bunu deyəndən sonra adamlar fikirləşir. Deyəsən bu dərviş düz deyir. Bir yol davasını niyə etməliyik biz? Keçib gedək də. Və ikisi də dərvişə təşəkkür edir və dərviş deyir: bir də belə şey etməyin. Onsuz da yoldur. Ya da başqa bir şey görə. Yəni boş yerə bir-birinizin ürəyini qırmağa dəyməz. Adamlar dərvişə çox təşəkkür edir və gedirlər. Və dərviş də öz yoluna gedir. Biraz gedəndən sonra yolda bir dəvə və bir adam görür. Adama yaxınlaşıb deyir: ay adam, niyə getmirsən? Adam deyir: ay dərviş, mən yol getməliyəm, amma dəvəm heç ayağa qalxıb getmir. Və dərviş deyir: ay adam, sən bir dəvəyə bax. Gör üstünə nə qədər yük yükləmişsən. O dəvə yazıq bu qədər hamısını necə yaparsan? Onun da bir canı var. Adam deyir: ay dərviş, mən o qədər yükü özüm apara bilmərəm. Ona görə də hamısını dəvəyə yükləmişəm. Və dərviş deyir: özün apara bilmədiyin şeyi bu heyvana niyə yükləmişsən? Adam deyir: yox, mən bunu ona görə yükləmişəm ki, özüm daha tez çatım. Dəvə onsuz da güclüdür. Və adam deyir: sən hələ onun yarısını apara bilmirsən. O dəvəyə o qədər niyə yükləyirsən? Və bəs sən nə vaxtdan gəlmisən bura? Biraz olar, hələ də dəvəm ayağa qalxıb getmir. Ay qardaş, sən nə gözləyirsən o dəvədən? Yazıq deyilmi o dəvə? Sən onun yükünü azaltmalıydın ki, o daha rahat gedib gəlsin. Bəs ona sən necə baxırsan? Adam deyir: yaxşı baxıram. Həmişə suyunu, yemin verirəm. Bəs ona fasilə verirsənmi? Dərviş deyir. Amma adam deyir: yox, vermirəm. Ona görə ki, suyunu verirəm. Yemini, otunu, hər şeyini verirəm. Niyə fasilə versin ki? Dərviş deyir: ay qardaş, sən fasilə verirsənmi? Hər zaman dəvənlə bir tərəfə gedəndə. Hə, verirəm. Bəs dəvən onda fasilə yəni qoyursanmı? Bir yansın. Yox, qoymuram. Dəvə ayaq üstə qalır və o günəşdə qalır. Adam deyir: bəs sən harda qalırsan? Mən kölgədə qalıram. Bir çadır qururam və kölgədə qalıram. Və dərviş deyir: ay adam, biraz dəvəni də fikirləş də, onun da bir canı var, onun da bir ürəyi var. Və adam deyir: yaxşı dərviş, mənə kömək et, mən indi nə edim? Və adam bunu deyəndən sonra dərviş deyir: mən sənə bu yoldan çıxış yolu deyəcəm. Amma sən bunu etməlisən ki, bu çıxış yolu hər zaman olsun. Və adam deyir: yaxşı dərviş, nə zor çıxış yolu? Və adam bu çıxış yolunu bilib, sonra isə hər zaman onu etməlidir ki, dəvəsi
Hər zaman gəlsin və yaxşı olsun. Və adam dərvişə deyir: "Dərviş, de nə olar, tez olub gedim burdan. Mən onsuz da gecikmişəm." Və dərviş deyir: "Ay qardaş, sənə deyəcəyim çox çətin bir şey deyil. Amma sənin bunu etmək istəyin və məsuliyyətli olmağın lazımdır." Adam deyir: "Nə olar dərviş, tez ol da." Dərviş deyir: "Yaxşı, amma sən məsuliyyətli olmalısan ki, onda olsun dediyim hər şey." "Yaxşı," deyir adam. Abone olun, aləmdə qalsın. Hər kəsə təşəkkürlər. İkinci bölüm ya sabah ya bölsün oldu. Hər kəsə təşəkkürlər.